Bugün biz W200 C240 Mercedes-lə yola çıxırıq. Yəni çoxları deyir ki, bu maşın güvənli deyil. Çoxları deyir ki, bu maşın yolda xarab olur, deyirlər. Elektron problemlər əmələ gəlir. Nəsə ki, bu maşının bəxti qaradır Azərbaycanda. Görək biz bundan nə qədər yol edə biləcəyik. Hal-hazırda Naxçıvandan çıxırıq. Yolumuz 6000 kilometr üzü Türkiyə tərəf gedirik. İnşallah gedib sağ-salamatda qayıdıb gələrik. Gördüyünüz W200 C240 real razlı motor. Bəli dostlar, biz hal-hazırda Erzurum Pasinləri keçmişik. Saat 12-yə qədər sürməyə qərarlıyam. 12-yə qədər görsək hansı şəhərə çatdıq. Orada gecələyib sabah yolumuza davam edəcəyik. Təbii ki, sizlərdən də xahişim budur ki, əgər videomu bura qədər izləmisinizsə bəyənin, kanalıma abunə olun. Təşəkkür edirəm sizə.